bürcü 9 aprel 2026-cı il. Gün bir çox başlanğıclar üçün uğurlu olacaq. Bu fürsətdən istifadə edib cəsarətli bir ideyanı həyata keçirməyə başlayın. Ondan başqa heç kim bu ideyaya inanmırsa belə, bu uğur qazanmağınıza mane olmayacaq. Doğrudur, xeyli səy göstərməli olacaqsınız. Amma təbii israrlığınız qarşıya çıxan maneələr olsa belə geri çəkilməyə imkan verməyəcək. Kiçik maliyyə daxil olmaları mümkündür. Bəzi qoçların uğurlu müqavilələr bağlamaq şansı olacaq. Eləcə də gəlirlərinizi əhəmiyyətli dərəcədə artıracaq təkliflər ala bilərsiniz. Sərfəli alış-verişlər də istisna deyil. Gün xüsusilə iş, təhsil və ya hobbi üçün lazım olan əşyaların alınması üçün münasibdir. Buğa bürcü 9 aprel 2026-cı il. Gün xoş sürprizlər və uğurlu təsadüflərlə zəngin olacaq. Bütün buğalar əvvəlcədən qurulmuş planlara sadiq qalmayacaq. Bir çoxları anlayacaq ki, daha böyük məqsədlər qoymağın vaxtıdır və yeni istiqamətdə ilk addımlar atacaqlar. Gözlənilmədən yeni müttəfiqlər tapmaq asan olacaq. Onların arasında yalnız iş ortaqları deyil, tezliklə dostlaşacağınız insanlar da ola bilər. Bu gün xüsusilə yaradıcı yanaşma tələb edən işlər sizdə yaxşı alınacaq. Bu da həmkarlar və rəhbərliklə münasibətlərinizə müsbət təsir göstərəcək. Əvvəllər sizin orijinal ideyalar irəli sürə bilmədiyinizə şübhə edənlər yanıldıqlarını anlayacaqlar və sizə daha çox hörmət etməyə başlayacaqlar. Əkizlər bürcü 9 aprel 2026-cı il. Tələsməyin. Bugün ehtiyatlı davranaraq və uzaqgörənlik göstərərək uğur qazana bilərsiniz. Hər addımınızı yaxşı düşünməyə çalışın, xüsusilə də iş ortaqlarınızın və yaxınlarınızın maraqlarına toxunan məsələlərdə. Gələcəyinizlə bağlı qərarları daha çox özünüz verin. Heç kimə sizə təzyiq göstərməyə imkan verməyin. Daha əvvəl sizə öz fikrini zorla qəbul etdirməyə çalışan insanların təsiri altına düşməyin və hər cürə məsləhətə sağlam şübhə ilə yanaşın. Bu məsləhətlər çox güman ki, faydalı olmayacaq. Əksinə sizi çaşdıra bilər. Xərçəng bürcü 9 aprel 2026-cı il. Səbirli olun. İndi onsuz keçirmək mümkün deyil. Həm iş, həm də şəxsi münasibətlər asan qurulmaya bilər. Bəzi xərçənglər əvvəllər yaxşı anlaşdıqları insanlarla ortaq dil tapmaqda çətinlik çəkəcəklər. Köhnə fikir ayrılıqları yenidən gündəmə gələ və sizə çoxdan etdiyiniz səhvlər xatırladıla bilər. Özünüzü ələ almağa, təxribatlara uymamağa çalışın. Bu hadisələrə fəlsəfi yanaşmağın, səhvlərinizi sakitcə qəbul etməyin, tənqid qarşısında özünə inamı itirməməyin çox faydalı olduğu günlərdəndir. Uğur qazanmaq daha çox başqalarının dəstəyinə ehtiyac duymadığınız işlərdə mümkün olacaq. Nə qədər müstəqil qərarlar qəbul etsəniz və hərəkət etsəniz, bir o qədər yüksək nəticələr əldə edəcəksiniz. Gün təhsil, yaradıcılıq, eləcə də müxtəlif araşdırma və analitik işlər üçün əlverişlidir. Şir bürcü 9 aprel 2026-cı il. Son vaxtlar çox əmək sərf etdiyiniz işi uğurla başa çatdırmaq şansını qaçırmayın. Bunun üçün qətiyyət, israrlıq və başqalarının müstəqil hərəkət etməyə hazır olmaq tələb olunur. Şirlərin əksəriyyəti çətin tapşırıqların öhdəsindən əla gələcək. Bəzi çətinliklər daha gənc nümayəndələr üçün yarana bilər. Lakin məhz bugünün hadisələri onlara tezliklə lazım olacaq dəyərli təcrübə qazandıracaq. Gün işgüzar danışıqlar, potensial işə götürənlər və tərəfdaşlarla görüşlər, sizi dəstəkləyə biləcək insanlar üçün münasibdir. Adətən yeni tanışlara ehtiyatla yanaşan insanların belə etibarını tez qazanacaqsınız. Bir çox şirlər karyera yüksəlişi və ya gəlirlərin artması ilə nəticələnə biləcək təkliflər alacaqlar. Qız bürcü 9 aprel 2026-cı il. Bu çətin gün işlərə ciddi yanaşma tələb edəcək. O cümlədən asanlıqla öhdəsindən gələcəyinizi düşündüyünüz işlərə də uğursuz təsadüflər və xoşagəlməz hadisələr mümkündür. Onlar sizi yolunuzdan döndərməyəcək, amma bir müddət əhvalınızı korlaya bilər. Bəzi qızlar yalnız öz işləri ilə deyil, başqalarının problemlərini həll etməklə də məşğul olacaqlar. Bu kifayət qədər yorucu olacaq, amma siz hər şeyi mümkün qədər yaxşı şəkildə yerinə yetirməyə çalışacaqsınız. Tərəzi bürcü 9 aprel 2026-cı il. Bugün sakit qalmaq sizə həmişəkindən daha çətin olacaq. Bugün çoxlu narahatlıq və həyəcan gətirə bilər. Uğursuz təsadüflər, xoşagəlməz hadisələrin ehtimalı yüksəkdir. Lakin siz bunlara görə planlarınızdan imtina etməyəcəksiniz. Əksinə diqqətə layiq israrlılıq göstərəcək və məqsədinizə mütləq çatacaqsınız. Ətrafdakılar həmişə niyə belə davrandığınızı başa düşməyəcəklər. Buna görə də dəfələrlə suallara cavab verməyə və izahatlar verməyə hazır olun. Ən tez əsəbləşən tərəzilər belə anlarda qıcıqlanmanı idarə etməkdə çətinlik çəkə bilər, lakin yenə də mənfi emosiyalara qapılmayacaq və sevdikləri insanlarla münasibətləri qoruyacaqlar. Əqrəb bürcü 9 aprel 2026-cı il. Gün bir çox işlər üçün uyğundur. Həm artıq tanış olan, həm də tamamilə yeni işlər üçün. Lakin unutmayın ki, ciddi yanaşma vacibdir. Uğura və təsadüfi şansa bel bağlamayın. Nəticə əldə etmək üçün səy göstərməyə hazır olun. Bir çox əqrəblər bugün yolda öyrənməli olacaqlar. Bəlli olacaq ki, mövcud bilik və təcrübə bütün məsələləri həll etmək üçün kifayət etmir. Yeni ideyalar yarana bilər. Çox güman ki, əvvəlcə onlar ətrafdakılara həddindən artıq cəsarətli görünəcək. Bəziləri sizi fikrinizdən
daşındırmağa çalışacaq. Lakin bir qədər sonra hamı planınızın nə qədər yaxşı olduğunu anlayacaq və onun həyata keçirilməsində iştirak etmək istəyəcək. Ox atan bürcü 9 aprel 2026-cı il. Günün başlanğıcı xoş xəbərlər və ilhamverici təkliflər gətirəcək. Bu vaxt işgüzar görüşlər və sizi müttəfiq kimi görmək istədiyiniz insanlarla ünsiyyət üçün əladır. Bəzi ox atanlar yaxın vaxtlara qədər rəqib saydıqları insanları öz tərəfinə çəkməyi və ya nüfuzlu şəxslərin dəstəyini qazanmağı bacaracaqlar. Yeni iş və ya uzun müddətli əməkdaşlıqla bağlı təkliflər mümkündür. Hər kəs onları qəbul etməyə hazır olmasa da bir çoxları planlarını yenidən nəzərdən keçirməyə düşünəcək. Pul məsələlərində daha diqqətli olun. Bugün maliyyə sahəsi sizin ehtiyatsız davrana biləcəyiniz nadir sahələrdən biridir. Tələsik qərarlar xoşagəlməz itkilərlə nəticələnə bilər. Oğlaq bürcü 9 aprel 2026-cı il. Bütün gün ərzində müsbət tendensiyalar üstünlük təşkil edəcək və bir çox oğlaqlar bundan faydalanmağın yolunu tapacaq. Bürc nümayəndələri uzun müddət təxirə saldıqları işlərə başlayacaq. Vacib addımlar atmağa qərar verəcəklər. Bir çox şey gözlədiyinizdən də yaxşı alınacaq. Məsələn, uğurlu təsadüf köhnə rəqiblər üzərində qələbə qazanmağa və ya onları geridə qoymağa kömək edə bilər. Ətrafdakılar sizdən daha tez-tez məsləhət istəyəcəklər və bəzən onlara əməl edəcəklər. Təcrübənizi bölüşmək imkanını qaçırmayın. Bu sizin üçün faydalı olacaq. İctimai çıxışlar uğurlu keçəcək. Peşəkar tədbirlərdə iştirak mövqeyinizi möhkəmləndirməyə kömək edəcək. Dolça bürcü 9 aprel 2026-cı il. Günün başlanğıcı sevindirici olacaq. Bir çox dolçalar üçün bu vaxt onları çaşdıran və həyatlarını çətinləşdirən ciddi məsələlərin həlli ilə bağlı olacaq. Bürc nümayəndələri şübhələri kənara qoyacaq. Yaxın gələcək üçün planlarını müəyyən edəcəklər. Bəziləri isə düşünülənləri həyata keçirmək üçün kömək edəcək insanları dərhal tapacaqlar. İşgüzar görüşlər çox uğurlu keçəcək. Hətta əvvəlcədən böyük nəticə gözləmədikləriniz belə. Bəzi dolçalar həmkarlar və rəhbərliklə köhnə münaqişələri həll edə, nüfuzlu şəxslərin dəstəyini qazana biləcəklər. Balıqlar bürcü 9 aprel 2026-cı il. Bugün göstərdiyiniz israrlılıq sizə demək olar ki, ümidsiz görünən işlərdə belə uğur qazanmağa kömək edəcək. İş sahəsində təşəbbüs göstərmək ideyalarınızı həmkarlar və rəhbərlik ilə bölüşmək üçün uyğun zamandır. Uğurlarınız çoxlarının diqqətini çəkəcək. O cümlədən yaxın zamanda sizə çox maraqlı təkliflər verə biləcək nüfuzlu şəxslərin. Bir çox balıqların işgüzar hissiyatı bu gün xüsusilə güclü olacaq. Hətta əvvəllər kommersiya ilə məşğul olmayanlar belə bu sahədə uğur qazana biləcəklər. Yeni gəlir mənbələri axtarmaq və hobbinizdən qazanc əldə etməyə çalışmaq üçün münasib gündür.